Her vakti söyledi mesela burada oğlar arzuluyor da sakalda kurasının alamaktaklar bir sesini burada metalımızı bir sakalar arasında böyle bir terbiyenin kesilmesi üstad halkı ölçemizde birlikte idmanın üstlerinde temin olmak ölçemizde Şuraya karşı bir maraton, devlet fondunu taşıya bir şuraya karşı resmi maraton seçildi. Ölçemizde bir mana fırsat alması, hamısı karşısında da ölçemin inkişaf ediyor, her tarafın inkişaf ediyor, İslam sayesinde bize sahip bununla bir hedeflerimizi güç olarak çizildiğimiz hedeflerimizi yarışlarda, yani nöbetli yarışlarda daha da sebebiyle çıkma mütevekki olacak, daha da çoğu teşkil etse şirası sayılarında ve nöbetli şahmatlı, dama yarışlarıdır. Yani bunlar damalı Saqqala şurasıyla olsunlar, yəni ölkəmizdə başlayan hadiselərə, digər hadiselərdə bir müzakirə aparılması, yəni həmçə bizim millətimizdə Saqqala sözünə döyüş, ondan sonra sözünü də belədir. Buna görə də mən sizin hər birinizə o qeydiyyatdan keçən iştirakçılar, gördüyünüz də qeydiyyatdan başqa iştirakçı keçirdi. Hər birinizə uğurlar arzulayırdı. O hakimlər heyətə də uğurlar arzulayırdı, onlar da minnətdarlar, İslam müəllimə şəxsən minnətdarlar. Təşəbbüslərdən biri də İslam müəllimi oldu. İslam müəllimimiz yaxşı tanısı, beynəlxalq dərəcəli hakimdir, Qızılfit sahibidir, peşində 2 il Olimpiya oyunlarında ölkəmizin yeganə insandır ki, Qırmızı Fit layiq görülür. Onu hər birinizə uğurlar arzulayırıq, hər birinizə, biz təbii həm arzulayırıq, amma yekunda bir nəfər qalib olacaq. Ona görə də kim bacarıqlı ona qismət olacaq. Uğurlar. Amin. Artık oyuncular... Hörmətli Xətai rayon ağsaqqalları, sizlərin hamınızı xoş gördük. Oradan da bugünkü tədbir çox ürəkaçan bir tədbirdir. Buna görə Xətai rayon İcra Hakimiyyətinin başçısına və Xətai rayon Ağsaqqallar Şurasının sədrinə öz minnətdarlığımızı bildiririk. Belə toplantılar adətən insanların bir-birinə ünsiyyəti, Rafiq müəllim qeyd elədi, hər hansı bir məsələnin müzakirəsi, bir ictimailik yaradır. Bu oyunda da sizlərə uğurlar arzulayırıq ki, o güclü oyuncu aparsın. Bir daha hamınıza uğurlar. Hörmətli tədbir iştirakçıları, bugünkü bu oyunu keçirməkdə məqsəd Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 102-ci ilgönlü münasibəti ilə bu tədbiri keçiririk. Ağsaqqallar arasında və yarış keçiririk. Mən bu təşəbbüsü irəli sürdüm. Rayon İcra Hakimiyyəti, hörmətli Rafiq müəllim məni yüksək səviyyədə dəstəklədi. Ağsaqqallar adından, Ağsaqqallar Şurası adından öz təşəkkürümü bildirirəm rayon rəhbərliyinə. Eyni zamanda Yeni Azərbaycan Partiyası sədri Ramin müəllimə bugünkü tədbirdə vaxtlarına ayırıb bu tədbirdə çıxış edirlər. Ulu öndərimiz bildiyiniz kimi bizim dövlətimizin ən böyük sərkərdəsi demək olar. Azərbaycanda ikinci dəfə hakimiyyətə qarşısından sonra bildiyimiz kimi ölkəmizdə hərc-mərcli idi. Heydər Əliyevin hakimiyyətə qarşısından sonra ölkəmizdə stabillik əmələ gəldi, iqtisadiyyatımız inkişaf elədi, hərbi sahəmiz inkişaf elədi və Ulu öndərimizin davamçısı, hörmətli Ali Baş Komandanımız 44 günlük müharibədə qələbəmizi təmin elədi. Əskərlərimiz, zabitlərimizin hesabına bu qələbədə, bu müharibədə biz qalib gəldik. Azərbaycan xalqı öz tarixində qızıl hərflərlə tarix yazdı ki, biz öz torpaqlarımızı 30 ildən artıq işğal olmuş torpaqlarımızı azad elədik. Bir günlük antiterror əməliyyatında 200 ildən artıq Azərbaycanda yaşayan ermənilərin torpaqlarımızdan bir dəfəlik çıxarılması, demək olar ki, şəhidlərimizin qanının alınması, eyni zamanda bir şəhid atası kimi də
bizləri qürurlandırır ki, həm övladlarımızın qanı alındı, həm də çalınan qələbədə bizim övladlarımızın əməyi oldu. Allah ulu öndərimizə rəhmət eləsin. Ağsaqqallar Şurası o deməkdir ki, yəni dövlətimizin yanında dövlət siyasətimizi bəyənməkdə, eləməkdə, təbliğ etməkdə ağsaqqallar hər birisi həm evdə, həm ictimaiyyətdə, hər bir iş yerində ağsaqqalların sözü həmişə keçərli, dəyərli olur. Eyni zamanda da bir Azərbaycan xalqı kimi bizim mentalitetimizdə həmişə ağsaqqallara böyük hörmət olur. Biz də çalışarıq ki, dövlətimizin, xalqımızın yanında olaq, bir ağsaqqal kimi öz dəyərlərimizi xalqımıza yetirək. Sizə bugünkü yarışda hamınıza müvəffəqiyyətlər arzulayıram. Bizim yəqin ki, gələcəkdə böyük tədbirlərimiz olacaq. Mən çalışacağım ki, Xətai rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının, ümumiyyətlə dövlətimizin yanında olun, dövlətimizin siyasətini bəyənirəm, dəstəkləyirəm və həmişə də onun İcra Hakimiyyətinin yanındayıq ki, onların bu çətin işində köməkliyimiz cüzü də olsa dərsin. Çox sağ olun. Bugünkü gündə Rafiq müəllimin bu tədbirdə, Rahim müəllimin bu tədbirdə iştirak etməsi çox dəyərlidir. Həm Ağsaqqallar Şurasına verilən dəyərdir, həm də ki, xalqımızın belə səlahiyyətli nümayəndələri ki, xalqımızla, ağsaqqallarımızla bir yerdədir. Çox sağ olun Rafiq müəllim, minnətdarıq. Rahim müəllim, çox sağ olun.